Masazırda baş vermiş qəzada həlak olan Qurbanəli Əlizadənin və avtomobilinin görüntüləri yayılıb. Hyundai markalı avtomobillə toqquşan BMW-nin ona məxsus olması müəyyənləşib. Bildirilir ki, Hyundai ilə toqquşan BMW markalı miniki avtomobili qəzadan sonra alovlanıb. Nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb. Lakin Qurbanəli Ağaoğlu Əlizadə həyatını itirib və digər 2 şəxsin müalicəsi isə xəstəxanada davam etdirilir. Faktla bağlı araşdırma aparılır. Vətən müharibəsi şəhidi baş leytenant Royal Ələkbərovun atası Fərmayıl Ələkbərov vəfat edib. Fərmayıl Ələkbərov uzun sürən xəstəlikdən sonra dünən dünyasını dəyişib. Qeyd edək ki, şəhid 1994-cü il təvəllüdlü Royal Ələkbərov ali hərbi təhsil alıb. Orduda tağım və daha sonra bölük komandiri kimi xidmət edib. O, oktyabrın 16-sı 2020-ci ildə Cəbrayıl rayon istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və 2-ci Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra vətən uğrunda Cəbrayılın azad olunmasına görə cəsur döyüşçü medalları və 3-cü dərəcəli rəşadət ordeni ilə təltif edilib.